Bugünkü əməliyyatımız yeni metoda olan, yəni ən son istifadə olunan Biotek firmasının Leonardo cihazının Elvis Radial Tuning fiberinə daha çox üstünlük veririk. Bundan tez-tez istifadə edirik. Bugünkü əməliyyatımız biraz daha fərqli bir əməliyyat idi. Hər iki ayağında evla əməliyyatını icra elədik. Bir ayaqda çox nazik bir damar idi, amma qapaqları işləmirdi, yetməzliyi var idi. Damar diametri o qədər də böyük deyildi. Veneseksiya üsulu ilə damarı, balaca kəsiylə damarı əldə edib, interdüsturla daxil olduq damarın içinə. Damarın anadan gəlmə biraz qüsurları var idi. Bəzi yerlərində tam bağlı idi, okkluziv idi. Ona görə iki yerdən biz daxil olaraq damarın içinə lazerlə ablasiya elədik və əməliyyatımız çox uğurlu, gözəl başa çatdı.